Salam, mən sizə uşaqlarda epilepsiya ilə qarışan xoş xassəli paroksizmlər haqqında danışmaq istəyirəm. Belə ki, körpə uşaqlarda bir çox hərəkətlər var ki, bunlar normaldır, amma valideynləri təşvişə sala biləcək hərəkətlərdir və bəzi hallarda həkim tərəfindən doğru dəyərləndirilməsə, uşağın yersiz dərman qəbuluna gətirib çıxara bilər. Uşaqlarda bir çox xoş xassəli paroksizmlər vardır ki, bunlardan məsələn bir neçəsinin adını çəksək, xoş xassəli yuxu mioklonusu, benign uyku miyoklonisi dediyimiz bir hərəkətlər yuxuda uşaqların bir ətrafının və ya iki ətrafının və ya hər dörd ətrafının sıçramaları şəklində özünü göstərən hərəkətlərdir. Bunlar diferensiasiya olunmalıdır epileptik tutmalarla və əgər həqiqətən də bu hərəkətlər xoş xassəli yuxu miyoklonusudursa, heç bir müalicə tələb etmir. Başqa bir belə hərəkət yeni doğulma dönəmində olan titrək uşaq dediyimiz jitteriklikdir ki, bu da bir çox hallarda uşaqlarda normal bir hərəkət kimi dəyərləndirilir, amma təbii ki, epilepsiya ilə diferensiasiya olunması gərəkən bir hərəkətdir. Başqa bir hərəkət haqqında danışsaq, şadringlər dediyimiz uşaqlıq çağı titrəmələri, uşaqlıq çağı emosional hərəkətləri şəklində özünü göstərən bir haldır. Bu, daha çox uşaqlar nəyəsə sevinəndə, həyəcanlananda, xüsusən 6-7 aydan 2 yaşa, 3 yaşa qədər olan dönəmdə sıx-sıx görürük ki, uşaqların özünün emosional dişlərini sıxması, əl-qollarını sıxması şəklində özünü göstərən bir hərəkətlərdir ki, burada da video görüntüləmə bizim üçün çox önəmlidir ki, bu hərəkətləri epilepsiya ilə diferensiasiya edək. Başqa bir hərəkət tez-tez bizə müraciət edən pasientlər arasında valideynləri narahat edən, görüntüsü həqiqətən də valideyni qorxudan bir hərəkət, uşaqların ağlamadan olan affektiv respirator tutma dediyimiz katılma növbətləridir. Bu hərəkətlər necə olur? Uşaqlar ağlamanın zirvəsində nəfəslərini elə bir saxlama şəklində olur. Bu ya avazıma ya da göyərmə şəklində, hətta bəzən uşaqda bayılmaya qədər gətirib çıxara bilər bu hal. Bu halın həkim tərəfindən doğru dəyərləndirilməsi zamanı həqiqətən burada ürəkdə hər hansı bir qüsur yoxdursa, elektroensefaloqramada heç bir problem yoxdursa və bu hərəkət ancaq ağlamada olursa, bu problem çox zaman qan azlığından, dəmir əksikliyindən olur və dəmir əlavələrinin verilməsi problemi düzəldir və başqa bir müdaxilə gərəkdirmir. Başqa bir hərəkəti göstərsək, uşaqlarda uşaqlıq çağı anonizmi və ya uşaqlıq çağı masturbasiyası dediyimiz daha çox psixoloji olaraq özünü tənha hiss edən, diqqətdən kənar qalan uşaqlarda özünü sürtmə şəklində göstərən bir hərəkətlərdir ki, bunun da həkim tərəfindən dəyərləndirilib doğru istiqamətləndirilməsi uşağı yersiz dərman qəbulundan qaçındıra bilər. Başqa bir hərəkət söyləsək, bu tortikolis və yaxud da ki, əyriboyunluq dediyimiz Sandifer sindromunda, xüsusən gastroezofaqal reflüs olan uşaqlarda sıx-sıx görülən, mütəmadi olaraq uşağın başını bir yana doğru əyməsi şəklində özünü göstərən bir hərəkətdir. Təbii ki, bu hərəkətlərin altında bəzən ciddi, həqiqətən də çox ciddi həyati göstərişlər olan durumlar ola bilər. Amma bir çox hallarda bu hərəkətlər normal olduğu üçün doğru dəyərləndirilməsi uşağı yersiz dərman qəbulundan qoruyur. Bu hərəkətlərin bir çoxunun əsas diferensiasiyası epilepsiyalarla olur və burada bizim köməyimizə ev videoları çatır. Biz ona görə valideynlərə hər zaman tapşırırıq ki, uşaqlarınızda gördüyünüz bütün fərqli hərəkətləri video görüntüləməyə alın. Ev videoları bizim üçün çox əvəzsizdir və əgər biz orada şübhəli bir durum görürüksə, epilepsiya şübhəsi düşünürüksə, o zaman elektroensefaloqramma müayinəsi və ya digər başqa irəli müayinə metodlarını istəyə bilərik. Hər zaman övladınızda gördüyünüz bütün hərəkətləri videoya çəkin və onu öz həkiminizlə bölüşməkdən çəkinməyin. Sağlam olun.